Bakı və Abşeron yarımadasının kanalizasiya infrastrukturu tamamilə yenidən qurulur. Prezidentin sərəncamı ilə təsdiq edilmiş 2026-35-ci illər dövlət proqramı çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi paytaxtın ekoloji taleyini dəyişəcək nəhəng layihəyə start verib. Layihənin əsas mərkəzi isə Lökbatan hövzəsidir. İri şəhərlərin su təchizatının rəsmi nümayəndəsi Ceyhun Musoğlu'nun sözlərinə görə ümumi uzunluğu 23 km olan gətirici kollektor və gündəlik 100 min kub metr gücü olan müasir qurğu sayəsində 7 böyük yaşayış masivinin kanalizasiya problemi kökündən həll olunacaq. Layihə həm də Bakı buxtasını və ətrafdakı 4 böyük gölü çirklənmədən xilas edəcək. Ümumi uzunluğu 23 kilometr olan Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi və məhsuldarlığı gün ərzində 100 min kub metr olan tullantı su təmizləyici qurğunun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək. Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti də yaxşılaşdırılacaq. Lökbatan tullantı su təmizləyici qurğusu layihəsi birinci mərhələdə Xocəsən, Sulutəpə, Şonqar, Lökbatan, Yasamal, Badamdar, Bayıl, Bibeybət massivlərini əhatə edəcək. Tikinti meydançasında proses ən müasir texnologiyalarla idarə olunur. Mühəndis Mürsəl Ələşrəfov bildirir ki, bura quraşdırılacaq xüsusi ultrabənövşəyi şüalanma qurğusu sayəsində çirkab sular bütün zərərli bakteriyalardan tam təmizlənəcək. Yalnız bundan sonra su dənizin daxilinə doğru uzanan 2,7 kilometrlik xüsusi metal borulara axıdılacaq. Qurğunun fasiləsizliyi üçün ərazidə şəxsi enerji mərkəzi də ucaldılır. Bir ədəd nasos stansiya tikiləcək, incə barmaqlı, kobud barmaqlı, qum tutucu, yağ tutucu, biofosfor hovuzu, havalandırma hovuzu, sondurulducu hovuz, disk filtrlər, UV qurğusu, sonda çirkab su UV qurğusundan keçərək bütün bakteriya öldükdən sonra dənizə axıdılacaq. Təmizlənmiş suyun dənizə axıdılması üçün dənizin içərisində 2,7 kilometrlik 1600 metal borular quraşdıracağıq. Qurğunun ərazisində enerji mərkəzi tikəcəyik. Enerji mərkəzini qidalandırmaq üçün 110-35-6 kilovatlık Puta yarımı stansiyasından 2 dövrəli 35 kilovatlık xətt çəkəcəyik və ərazidə 6 kilovatlık şəbəkə yaradacağıq. Təmizləyici qurğu ən müasir standartlara cavab verir. 2025-ci ildə başlanan və işlərin artıq 50%-nin icra olunduğu bu nəhəng layihənin 2028-ci ildə tam başa çatdırılması nəzərdə tutulur. Qurğunun istismara verilməsi paytaxtın ekoloji təhlükəsizliyinə və əhalinin sanitariya şəraitində ən böyük töhfələrdən biri olacaq.